Salam dostlar, necəsiz? Bugün sizə Binance-da Capital Bank, Emon və Rabitə Bankla necə instant olaraq USDT-ləri manata çevirib istifadə edə bilərsiniz, həmin videonu çəkəcəm. Bəzi dostlar ola bilər ki, çünki bu Emon və instant modelləri yeni gəlib, yeni tətbiq olunub, ola bilər ki, çətinlikləri olar. Açığı mən də birinci dəfədir yoxlayacağam, amma elə də çətin bir şey deyil. İndi sizə onu göstərəcəm, necə eləmək lazımdır. İlk öncə ekranımı sizinlə paylaşım. Gördüyünüz kimi bu Binance Azərbaycanın rəsmi olaraq Telegram səhifəsidir, haradakı elanlar paylaşılır. Eyni zamanda da chat səhifəsi var. Əgər sizin hansısa bir sualınız olarsa girib orada yaza bilərsiniz. Bu heç bir reklam şey deyil, sadəcə Azərbaycanda fəaliyyət göstərən rəsmi birja olduğundan ona görə sizə Binance-da necə nağdlaşdırma edə bilərsiniz instant modelləri ilə onu göstərəcəm. Ola bilər ki, siz fərqli birja istifadə edirsiniz. Həmin birjalarda hələ də P2P ödənişləri qalıb və P2P ödənişlərindən istifadə edib yararlana bilərsiniz. Gördüyünüz kimi burada kampaniyadır və kampaniya bu arada 18 noyabrdan başlayıb, səhv etmirəmsə, və 2 dekabra qədər olunan ödənişlərdə 0% taker komissiyası olacaq. Və gördüyünüz kimi hal-hazırda 3 sənə instant modeli var. Capital, Emon və Rabitə Bank. Ümid edirəm gələcəkdə başqaları da əlavə olunar. Çünki mən daha çox Leo ilə istifadə edirəm. Emondan bəzi hallarda istifadə edirəm. Gəlin keçək, görək bu instant modeli necə işləyir. Burada belə deyim də, mən hal-hazırda kompüterdən eləyəcəm. Ancaq telefonda da siz axtarış yerinə P2P yazıb asanlıqla bunu tapa bilərsiniz. P2P. Və burada P2P-yə girən kimi burada görsənir ki, instant ödəniş metodları daxil olunub və bildirilir ki, bu yol daha sürətlidir ki, siz daha sürətli şəkildə əlinizdəki USDT-ləri manata döndərə bilərsiniz və ya manatınız varsa USDT almaq istəyirsinizsə, həmin bu metodla öz manatınızı USDT-yə çevirə bilərsiniz. Bu arada P2P üsulu daha az faizli hesab olunduğuna görə çox insan bunu istifadə edir. Siz birbaşa kartdan da belə deyim, USDT-ləri manata və yaxud manatı USDT-yə çevirə bilərsiniz. Ancaq komissiya daha çox tutacaq sizdən. Gəlin başlayaq, görək nə var. Biz bugün satış əmri eləyəcəyik və belə deyim də sizə. Start trading. Buradan Emon Instant'ı seçirik, çünki Emon'dan istifadə edəcəyik. Bu arada sizə belə bir şey deyim. Minimum depozit və minimum nağdlaşdırma səhv eləmirəmsə $10 olmalıdır. Buna görə də biz bura təxmini 20 manat yazdıq. Və artıq burada 20 manat qeyd edəndən sonra bizdə siyah olaraq göstərir ki, həmin bu tacirlərdən biz alış ya satış edə bilirik. Hal-hazırda satış edəcəyik. Gördüyünüz kimi 1.69-dan alır Arslan adlı tacir. Və biz burada sell USDT deyirik. Sell USDT deyəndən sonra burada seçirik $11. Və həmin bu $11-ın müqabilində və burada biz həmin bu $11-ın müqabilində deməli biz qəbul edəcəyik 18 manat 59 qəpik. Bu arada üçüncü tərəfdən ödəniş qəbul olunmur qeyd edirik burada Arslan adlı tacir və siz də heç bir halda üçüncü tərəfdən ödənişləri qəbul eləməyin, nə də üçüncü tərəfə ödənişləri göndərməyin. Bu sizin birjada ən təhlükəsiz yolunuzdur. Burada Emon Instant'ı seçirik. Adım, soyadım çıxır və burada biz öz mobil nömrəmizi qeyd edirik. Bu hissələri blurlayacağım şəxsi məlumatlarım olduğuna görə. Burada ad soyadınız göstərir və Emon telefon nömrənizi qeyd eləməlisiniz. Konfirm edirik. Bu arada diqqət edin, üçüncü tərəfə ödənişləri yenə deyirəm, nə göndərməyin, nə də ki qəbul eləməyin.
Burada artıq gördüyünüz kimi mən EMON-u əlavə eləmişəm. Burada sizin ad soyadınız görsənəcək və mobil nömrəniz görsənəcək. Bu arada yenə deyirəm, üçüncü tərəfdən ödənişləri qəbul eləməyin, nə də üçüncü tərəf ödənişləri göndərməyin. Bu sizin üçün ən təhlükəsiz yoldur. Və burada EMON-u da əlavə eləyəndə çalışın ki, nömrə, belə deyim də, ad sizin adınız olsun. Bilmirəm, EMON-u mən əvvəl eləmişəm, orada şəxsiyyət vəsiqəsinin şəklini çəkirdin ki, həqiqətən bu EMON və bu nömrə sənə məxsusdur və sən istifadə edirsən. Burada EMON-u konfirm edirik, yəni ki, ödəniş üsulunu konfirm edirik. Biz artıq EMON-u buraya əlavə elədik və EMON Instant seçirik və mən burada 11 dollarlıq satış əmri vermişəm, hansı ki, Arslan adlı tacir üçün və 11 dolların müqabilində 18 manat 59 qəpik qəbul edəcəyik. Və burada Sell USDT-yə klik edirik və artıq bizim order əmrimiz açılır. Və burada qıraqda siz burada söhbət hissəsi var. Bu söhbət hissəsində kimlər ki alış-veriş edirsiniz, həmin insanla yazışa bilərsiniz. Salam, hər vaxtınız xeyir olsun. Göndərdik. Məsələn, çek də istəyə bilərsiniz. Əgər belə deyim də sizə bir bank instantdan və yaxud rabitə instantdan istifadə edirsinizsə, siz qarşı tərəfdən çek də istəyə bilərsiniz ki, sizə çek göndərsin. Zəhmət olmasa çek göndərərsiniz. Bu arada bir şey deyim, burada hər alıcının qarşısında yenidən həmin hissəyə girim, sizə göstərim. Bu arada sizə bir dənə şey deyim. Burada hər alıcının qarşısında göndərdiyi və yaxud alış zamanı həmin o əməliyyatın müddətini göstərir ki, həmin tacir sizə bu dəqiqə ərzində göndərəcək ödənişi və yaxud qəbul edəcək əvəzində USDT-ni buraxacaq. Burada məsəl üçün mən bayaq diqqət eləmədim, amma 15 dəqiqəlik bir perioddur. Artıq nə tez 18 manat 59 qəpik bizim EMON balansımıza köçdü. Mən indi bir dənə EMON-u yoxlayım, gəlirəm. Burada gördüyünüz kimi artıq yazır ki, satış uğurlu oldu və EMON-u da yoxladım. Mənim EMON balansıma 18 manat 59 qəpik həmin bu tacir tərəfindən vuruldu. Burada X-i basırıq və artıq orders bölümünə daxil oluruq. Orders bölümünə daxil olduq və bizə çek də göndərdi ki, buyurun, sizə 18 manat 59 qəpik göndərmişəm. Siz artıq bu hissədə görürsünüz ki, bizim sifarişimiz tamamlandı və həmin bu alıcıdan 1.69-dan 11 dollar dəyərində, yəni 11 dolları belə deyim də ticarət elədik və əvəzində 18 manat 59 qəpik əlavə olundu bizim EMON hesabımıza. Siz burada balansı görə bilərsiniz və s. və ilaxır. Məsələn, bayaq sizə deyirdim, siz birbaşa ekspres olaraq da, bunu da əlavə edeyim, ekspres olaraq da alış və satış eləyə bilərsiniz, amma bunun komissiyası daha çox tutacaqdır. Ona görə də P2P ödənişində və instant modelində belə deyim də etməyinizi sizə tövsiyə edirəm. Belə də yəni digər birjalarda P2P ödənişləri də eləyə bilərsiniz. Sadəcə olaraq Binance Azərbaycanda rəsmi fəaliyyət göstərdiyinə görə həmin bu kanallarını da sizə göstərim. Binance Azərbaycan elanlar və burada dediyim kimi Kapital, EMON və Rabitə Instantda öz ödənişlərinizi sürətli şəkildə eləyə bilərsiniz. Bir də səhv eləmirəmsə dekabrın 2-sinə qədər 0% taker komissiyası olacaq. Ümumi olaraq belə, yəni gördüyünüz kimi çox asandır. Əgər EMON inteqrasiya eləməmişsinizsə və yaxud sizdə Rabitə Bank və ya Kapital Bank ola bilər, girin onları inteqrasiya edin Binance-a və rahatlıqla öz P2P ödənişlərinizi eləyin. Belə. Ümid edirəm ki, asan oldu, nəsə bir çətinlik olmadı. Əgər bir çətinliyiniz olarsa, kommentlərdə yazın, sizə bildiyim dərəcədə köməklik etməyə çalışaram. Özünüzdən müğayət olun, Allah'a emanet olun.